Salam. Görürsünüz yəqin ki, meyvələrimiz artıq yetişib. Qalır onu toplayıb qida kimi istifadə etməyimiz. Qış üçün mürəbbə hazırlamağımız. Verin. Bəlkə də inanmazsınız. İçiləri mən becərmişəm, mən əşmişəm. İndi də bəhrəsini, yəni meyvəsini toplayıram. Amma elə meyvələr var ki, burada mən onların sadəcə toxumlarını atmışam. O toxumlar özləri inkişaf eləyib, bitkiyə çevrilibdir. Fikir verin. Açıq sahələrə, toxumlara atanda onlar inkişaf eləyə bilirlər. Yetkin bitkiyə çevrilib, meyvə verirlər. Bu qədər, sağ olun.